Axşamınız xeyirli olsun. Necəsiz? Yaxşısınızsa inşallah biraz da yaxşı olasınız deyə Həzrət Əli əleyhissalamın mübarək qəbrinin ziyarətindən hər birinizi salamlayıram. Bura nə parkdır, nə Targovudur. Bura Əli əleyhissalamın hərəminə gedən yoldur. İnanın Allaha insan o qədər bir başqa bir eşqə düşür bu günbəzi görəndə. Bizim otelimiz yaxındadır da. Oteldən çıxan kimi Həzrət Əli əleyhissalamın mübarək günbəzi yəni gözümüzə sataşır. Təsəvvür edin, insan öz qonşusunu görəndə, məsələn, tanışını görəndə ilk dəfə məsələn qarşılaşanda ona salam verir, hə? Oteldən çıxan kimi günbəzi görürsən, əlini qoyursan sinəvin üstünə deyirsən, Əssalamu aleykə ya əmirəl-müminin, Əssalamu aleykə ya vəliyyəllah. İnanın Allaha insanın qəlbi tam başqa cür olur. Qəlbi aramlıq tapır. And olsun Allaha, insan biraz da əgər yəqinliyə çatsa, yəqinliyi artsa, Əli əleyhissalam ona nəzər elədiyini insan hiss edir. Allah'a and verək izzətinə, cəlalına. Allah sizlərə nəsib eləsin ki, gələsiniz bizlərlə ziyarətlərdə məsum imamların mübarək günbəzlərini öz gözlərinizlə görüb salam verəsiniz. İnşallah salamın da cavabını alasınız.